yaradıcılığı. Ulaq. Axşamınız xeyir, ağır yatıb, yüngül duran, aranlı dağlı ellərimiz, obalarımız. Hamınıza mərhaba. 6 ötdü, 7-7-də yenə də sizlə üz-üzə, göz-gözəyik. Xoş gördük hər birinizi. Oturuşuyla, duruşuyla bəlli. Dədə timsalında olanlarımız, Ağsaqqal Ağbirçək Ərkanın öyüş tutanlarımız, Məmmədiyəndən Pəpəyyənə, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Bu dəfə də sid ürəklə qulluğunuzdayıq. Sizli bizli üz gözümüzdə bir yaz ovqatı, bir yaz xoşbəxtliyi var. Nədən ki, söz boğçamız doludur. Elde obada rastımıza çıxan nə qədər söz varsa, tozun, pasın silib, ağırın artlayıb, duruşun duruluyub, salğarlısın seçib, sonalanmışların bir də sonalayıb, sizlərə ad eləmişik. Elin sözün ellə bir eləmək, bir tutmaq Bulaq dədənin savab işidir. Gücü qüvvəti də sizlərləndir. Sizin göndərdiyiniz dürlü-dürlü el-oba hikmətlərindəndir. İndilər dağlıq bölgəmizdə, hündür qəlbi yerlərimizdə dağların qış yuxusundan ayılan vədələridir. Bu vaxtlar dağların ağ köynəyi neçə yerdən yırtılar. Qar qara oynayar, selin suyun qıcıltısı bulaqların zümzüməsinə qarışar. Tanrı düşmənin ömrünü qar ömrünə döndərsin. Amin. Amin. Bildir yağan qar kimi kəm olsun namərdin ömrü. Neçə illərdir düşmən yurt miskili yaşatdı bizlərə. Amma qisas da möhkəm oldu. Hələ deyiləsi sözümüz var inşallah. Dağlardan qar gedən kimi ürəklərdən də qəm qaramat gedər. Dərd əriyər, qəlblərin pası açılar, könüllər təzələnər. Yazın gəlməyi ilə, yalın yamacın güllənməyi ilə bizim də könlümüz, ruhumuz təzələnər. Amma yurdumuzun qürbətdə qalan dağları bu yaz ağzı fikrimizi biraz daha çox çəkər. Köhnə yaralarımızın qaysağı qopar. Yurt vətən istəyi bizi səslər. Ürək sinədə köhlən at kimi çarpar. Tarixin izi ilə getsək, gediləsi, görüləsi yurtlar çoxdur, ay pir olmuş. Gün o gün olsun, yağı əlində əsir yesir qalan yurt yuvalarımızı, yaylaqlarımızı şelləndirək. Quraq, qurulaq, yerlərimizə, yuvalarımıza dönək. Yaralarımız bitişsin. Amin. Amin deyən dillər var olsun. İstəylilər, hər şey vaxtla təzələnər, hər şey vaxtla başlar. İndi ilin günün bu vədələri, yəni aprelin 1-dən 3-nə qədər olan vaxt xərc borc vaxtı. Aprelin 4-dən sonra xərc borcdan təmizlənmə dövrüdür. Bu günlər hava təzədən dəyişər, çoğun qopar. Bundan bir həftə sonra bu aralıqda da bir qar düşər, bir çoğun başlar daha nə deyim. Ta köhnə hesabla. Mart tam çıxanacan. Bu da indi aprelin 13-14-nə təsadüf edir. Hələ yaza, havaya aldanmaq olmaz. Qabaqda çox sınaqlı günlər var. Nə bilim, keçi qram boranı, quş boranları qalır. Keçən yığnaqlarımızda xatırlatmışdıq. Elə bir çoğun da hələ qabaqdadır. Bu çovğuna köhnə yurtlarımızda danaqran deyərdilər. Bəllidir ki, hər sözün başı bir əhvalata, rəvayətə bağlıdır. Bəs onda danaqran çovğunu nə mənə şeydir? Biz deyək, sizlərə də can sağlığı, könül xoşluğu. Deyir elə ayın ilin bu vədələrində Novruzdan biraz aralı bir kişi danalarını çölə aparır.
Baxır dağların yamacları sarı çiçəklərlə örtülüb. Kişi laf arxayın olur, öz-özünə deyir. Hə, yaz gəlib, güllərə bax, qoy danalar yaxşıca otlasın. Hə, nə olacaq? Hava xoş, kişinin danaları gümra, özü də bahar havasına meyxoş. Qərəz kişi şənlikdən xeyli uzaqlaşır. Elə bu vaxt qəflətən hava tutulur. Bir çovğun, bir qar boran başlayır. Ay nə deyim? Bir sözlə göz gözü görmür. Hə. Bəli, boran kişini yarandığı günə peşman eləyir. Özünü bir təhər çovğundan qutarır. Xeyli keçəndən sonra çovğun dayanır. Boran kəsir. Kişi baxıb görür nə? Danalar hamısı qırılıb. Yurdun aranında, dağ bölgələrində bu boranlar biraz fərqli vaxtlarda baş verər. Elə o vaxtdan bu olmuş danaqran çovğunu, dana sahibini aldadan çiçəklərə danaqran deyərlər. Danaqran dedik. Hələ camışqıran da qabaqdadır. Camışqıran da var. Bu camışqıran da nə mənədir? Camışqıran cilə oxşar otdur. Amma cildən biraz uzun, özəyli olur. Bataqlıq yerlərdə bitir. Özü də yazın alaçalp boyunda dirçəlir. Mal heyvan camış allanıb ota qaçar. Höləkə də ota darışar. Bu ara qəfil boran başlar. Camışdakı biraz mafraq daxı. Bir yandan zəhərli ot, o bir yandan da çovğun. Odur ki, vaxta camışqıran, ota da camışqıran otu deyərlər. Vəzlər mal qoyun da oyur oynar. Mələşə yolda yamacda o yan bu yana qaçışar. Səbri daralan oğul uşaq mal heyvanı çubuqlayıb bir yerə yığmaq istəyəndə yaşlı adamlar qaydar ki... Ayşaq, heyvanı qovub qara nəfəs eləməyin. Ağartı verənə, ocağa bərəkət, var gətirənə çubuq vurmazlar. Heyvan yazın havasını alıb qoy doyunca oynasın. Day nə olası da sağ olmuş. Yaz gəlib, yonca bitib. Heyvan da elə şeydir ki, ağzı göyə dəydi, day qabağında duranmazsan. Ta öldürsən də ağla dolduramazsan. Ağsaqqal əli ilə xeyli aralıda dağın döşündəki oynaşan uşaqları göstərir. Baxın uşaqlar nətər cıdır hənginə çıxıblar. Yaz onların da qanın qaynadıb. Cavanlar arasında cıdır oyununa cıdır həngi deyərlər. Nətər olur? Mal heyvan yaz havasını alır və uşaq almır. Daha bundan sonra oğul uşaq mal heyvanı sərbəst buraxar. Oynaqlaşan dana donu, cəngə filan az keçməmiş yamaclara dağılıb otlamağa başlayınca cavanlar da rahat nəfəs alar. Ağsaqqal da altdan qımışar. Uşaq ağlı, it ağlı. Bu söz söhbət indinin uşağına nə kar edəcəyə sağ olmuş. Düzdür. Sözün gücü, sözdə yaşayan tarix. Ay sağ olmuş. İndilər sözə də, dilə də dil uzadanlar olur. Dövlətsizdən İraq çox demişik. Qədimlərdə dövlət, ağıl anlamında möhürlənib. Ağıl özü elə dövlətdir. Bu iki söz bir-birini tamamlar, bərkidər. Ağılsızdan, dövlətsizdən tanrım safsın sizi xanım. İndilər dediyi dilimizə də dil uzadanlar olur. Göz görəsi. Nəsə. Çox demişik. Türklər ta qədimdən tarixlərini sözündə, sözünün nüvəsində saxlayıblar. Beləcə yazıblar, mərscəsinə, qatqısız, uydurmasız, heç kimin ocağına isinmədən, əksinə, hamı ilə od ocaq paylaşıblar.
Dədəmiz Qorquddan bir misal, örnək. Qazan xan qaydanda oğlu arzu qoyduğu yerdə bulamadı. Bəylərdən oğlunu sordu. Bəylər Qazana yalan söylədilər. Oğlan quş ürəkli olur dedilər. Qaçıb anasına gedib dedilər. Qısası Qazan xan sınırlandı. Elə oğlu qılınca keçirin, 6 para eləyin, 6 yolun ayrılığında bırakayın. Bir dəxi kimsə yazı yerdə yoldaş qoyub qaçmaya. Yazı yerdə qoyub qaçmaya. Burada yazı indiki çöl anlamındadır. Çöl biyaban, yəni dostu yazıda yabanda tək qoyanın cəzası ölümdür. İstəylilər. Qədim dilimizdən gələn yazı sözü çölü ifadə edir. Əslində çöl özü vətən deməkdir. Tariximizdə möhürlü çöl dövlətlərini xatırlayıb. Böyük çöl dövlətləri, böyük uçsuz-bucaqsız dövlətlərimiz dövlətçiliyimizin möhrüdür. Ulaq dədənin saylarında Qaraçöpün, Qarayazının bu çöl dövlətlərinin uzantısı olduğunu, adını, möhrünü özündə saxladığını dəfələrlə demişik. Belə saxlancılar nağıllarımızda, dastanlarımızda, söz ifadələrimizdə yetərincədir. Yeridir deyək ki, Koroğlu dastanı tariximizin, yaddaşın qoruduğu mifologiyamızın ən uzaq sirri yerlərindəndir. Dastanda yazı qoruğu adda bir əl dəyməz, quş gərməz bir yer var. Yazı qoruğu, yəni çöl qoruğudur. İndiki anlamda dövlət qoruğudur. O qoruğa yağı ayağı girə bilməz. Sözümüz gücümüzdür, tariximizdir. Dövlətimiz, dövlətçiliyimizdir söz. Dilə sözə xor baxan özümüzə, dövlətimizə, dövlətçiliyimizə xor baxmadı. Qazan xan demiş, 6 parçaya bölünməlidir, şaqqalanmalıdır. Söz gücdür həmişə, güc sözdədir. Elə sözlərimiz var ki, nüvəsində azı 1000 illik tarix yaşayır. Allah nuru adam adama deyir. Üzündə Allah nuru, Tanrı ışığı var. Nur dünyanın nüvəsidir. Əslində dünyanı nizamda saxlayan bir ilahi gücdür. Elmdə bu Tanrı nuruna cazibə qüvvəsi deyilir. Bu cazibə nurdur, sağ olmuş. Tanrı nurudur. Bütün səyyarələri nizamda saxlayan bu Tanrı nurudur. Elmcə desək cazibə qüvvəsidir. Tanrı nuru yoxsa dünya da yoxdur. Odur ki, işıqlı adamlara deyərlər, üzündə Tanrı nuru, Allah işığı var. Üzünüzdən Tanrı nuru, Allah işığı əksilməsin istəhlilər. Amin. Ruhun dinciliyi. Bir sözümüzün belə bir anlamı var. Deyir, getdim filan yerə ya da filan adamı gördüm, ruhum dincəldi. Ruhun dinçliyi sağlam, eləcə də rahat olmaq anlamını ifadə eləyir. İnsan candan bir də ruhdan ibarətdir. Ruhun sağlamlığı canın, bədənin sağlamlığı deməkdir. Ruh sağlam deyilsə, bədən sağlam ola bilməz. Sufilərin təbirincə desək, haram yiyənin bədənində ruh sağlam qala bilmir. Sağlam ruh, sağlam bədən, sağlam cisim. Budur yaşam fəlsəfəsi. Bədəni cismi sağlam eləyən ruhdur. Sağlam irfani ruhdur. Ruhla bağlı dediklərimiz nə qədər desən, ruhu şad olsun, dünyadan köçənlər üçün deyiləmdir. Ruh vermək, ruhlandırmaq, can verməkdir. Yaşayışı, həyatı təmin eləməkdir. Ulu şairimiz Hurufi Nəsimimiz necə deyirdi? Surəti nəqşində hər kim görmədi nəqqaşını, surəti nəqqaş gözsüz yaratmış onun başını. Söz budur, Allah, Tanrı
üzümüzdə əksdi, apir olmuşlar. Ruhunuz yorulmasın istəhlilər. Bir iki qon, dörd gül bayatı. Yad yaddaşın alt qatı. Bəri başdan onu deyək ki, bu yığınağımızın bayatı sovqatını rəhmətlik Əli babanın bayatlarından tutduq. Əli kişi 20-ci yüzilliyin 20-ci illərində Ağbabanın Təzə İbiş kəndində dünyaya gəlmişdi. Bu sinədəftər kişinin hələ cavan vaxtlarından başı çox müsibətlər çəkib. Bu yollama da Tacir Səmimidən gələndir. Talih onu vətəndən uzaq Qazaxstana aparıb çıxarmışdı. Elə orada da vəfat eləmişdi. Keçən sənələrdə olan, olmayan Bolşevik fəlakəti 1-mi, 5-mi, 100-mü? Əli babaya rəhmət deyib, indi həmin bayatıları yetirək qulluğunuza. Könül bir gül kimidir, irəngim gül kimidir. Qürbət qəfəsə bənzər, qərib bülbül kimidir. Gözüm dikilir yola, baxıram sağa sola, qorxuram burada öləm, məzarım qərib ola. Qəriblik yaxdı məni, çəkdiyim ahdı mənim. Həsrət qılıncın çəkdi, göz yaşım axdı mənim. Uzaq-uzaq yerdəyəm, çox daldayam, yerdəyəm. Qəm alıb dəm satıram, fələklə alverdəyəm. Qazaxstan uzaqdır, qonum qonşu Qazaxdır. Ürəyim qan ağlayır, yurda getmək yasaqdır. Dərdi günü qəribin, keçər sini qəribin. Qərib durna səsidir, haray ünü qəribin. Dərd məni çəkir dara, yaxın deyil ki ara. Ayda ildə bir kərəm, yolum salam dağlara. İstəylilər. Hər qum bayatının arxasında beləcə insan durur. İnsan ürəyi, eşqi, sevgisi, ağrısı, elə qəribliyi də durur. Hər könüldən könülcə qopana xalq sahib çıxır, yiyə durur. Xalqın da gücü budur. Belə də bəllənir, xalq özü bir yurtdur, bir basılmaz torpaqdır, vətəndir. Vaxta dağlar da boyun əyər deyiblər. Vaxt bir iynə gözündən sızan işıq kimi bir şeydir. Qabağın saxlamaq olmasa, indilərdə içimizin, çölümüzün havası bir-birinə tuş gəlməkdədir. Uğurunuz xeyrə calansın, xeyrə tuş gəlsin.
Elə ki yazın burnu dəlindi, yaz gəldisin bildirdi, el-oba içi qayır-qayır qaynayar, əkin-əkinə qarışar, səpin-səpinə, vuran-vurana baxmaz, tutan-tutana, iş-güc başdan aşar, illah da dağ, yaylaq tədarükü başlar. El-ila tərəkəmə cəmaatı köç vaxtın dəqiq bilər. Ta vədə yetməyincə köç adlanmaz. Çünki hələ qabaqda olasılar, olacaqlar var. Nədən ki, qış qışlığı ilə asan təslim olmur. Bir də gördüm, bir anda hər şey dəyişdi. Yenə bir boran qalxdı, gəl görəsən. Qış fürsət güdəndir. Bu baxımdan kəm fürsət bənzəri çoxdur. Odur ki, vaxtı yaxşı bilənlər işin boş tutmaz. Tanrı hər birinizi xoş məqamlı, xoş vaxtlı vədəli eləsin istəklər. Amin. Deyir yenə ilin günün bu vaxtları imiş, köhnə hesabla mart ayının ömrü başa vuran vaxtları. Yəni köhnə hesabla martın sonu indiki hesabla aprelin 13-ünə düşür. Bax, elə bu günə, bu köhnə hesaba Nikolay hesabı deyərdi pir olmuşlar. İş güclərin də bu hesabla tutardılar. Əlqərəz, deyir dünyanın özünə bənzəyən bir yanqır qarı Mart çıxdım deyəndə yer yığışın eləyir, köçür yaylağa. Mart çıxmamış, yaz tam bərkiməmiş, yaylağa heç kim çıxmazdı. Boşuna deyilməyib ki, Mart çıxdı, dərd çıxdı. Qədim türklər çölə bayrağa istib deyərdilər. Yənisi də odur ki, çöllər isinməmiş, yaz bərkiməmiş, nə əkinə başlardılar, nə də yaylağa qalxardılar. İndiki rus dilindəki step sözü də halal hümmət doğma sözümüzdən qaynaqlanır. Nə başınızı ağrıdım, indiki hesabla düz aprel ayının 13'ü mart çıxdı, dərd çıxdı deyib, qarı oğlaqlarını da götürüb gəlir çıxır hara? Yaylaq yerinə. Yurd yerində də ki, hələ alatala qarmış. Nəsə, çubuqlar sancılır, alacıq hazır olur, qarı odocaq çatır. Əlin belinə qoyub, dambat fırlanır. Demək, oğlaqlarım yaza çıxdı. Daha nədən qorxasıyam ki? Odur ki, başlayır oxumağa. Mart gözünə barmağım, yaza çıxdı oğlağım. Nə olacaq? Qarının bu yanqırlığı, yekəxanalığı Marta bərk təsir edir. Yalvar yaxar apreldən 3 gün borc istəyir. Aprel də razılaşır. Nədən ki, aprel dediyində biraz ayağı sürüşkən daxı, tez razılaşır. Marta 3 gün borc verir. Bu 3 günü əlinə keçirən Mart bir tufan, bir boran başlayır ki, ta deməklə başa gəlməz. Bir andaca dağın daşın üzü elə dönür ki, elə bil 1000 ilin dönüyüymüş. Qarı bərk qorxuya düşür. Görür ki, belə getsə oğlaqları bada verəcək. O da ocağa nə qədər güc gəlir, yorğan döşək, paltar palaz qalmır. Nə başınızı ağrıdım? Aprelin 14'üne dönəndə başlayan tufan 15'i deyənə qarının oğlaqların qırır. Qarı baş gözünə döyə-döyə qalır. Ta neyniyəsidir? İş işdən keçir. Gün ortaya dönər dönməz tufan sakitləşir. Göy üzü açılır. Boran səngiyir. Təzədən bir gün gözəllik başlayır ki, gəl görəsən. Qarı bir özünə baxır. Bir şeyhdən baş qaldırmış par-par parıldayan göylüyə, çəmənliyə. Özün döyə-döyə yerə sürtə-sürtə deyir. Otda canım, otda. Otda bu yazıq oğlaqlarımın əvəzinə. O kibar özün qınıyır. Martı məzəmmətlədiyinə peşman olur. Səhərsi gün indiki hesabla aprelin 16'sı qarının köçü, kör peşman geri arana qayıdır. İlin günün bu vaxtına eldə elatda qarının borcu deyərlər. Bu vaxtlar sınaqlı günlərdir. Qarboran son gücün də bu vaxta saxlar. Odur ki, qarının borcu çıxmamış, yaylaq, dağ köşkləri başlamaz.
Qoca oğlandan bir yarpaq. Qürbət havasına oxunmuş bir gəraylı. Qafil gəl qürbətə varma, ya gəlinər, ya gəlinməz. Hər gözələ könül vermə, ya sevilər, ya sevilməz. Cəmi şərifdir zatımız, yorğadır ərəb atımız. Qürbət ildə urvatımız, ya bilinər, ya bilinməz. Qaraca oğlan çıxsa yola, Xızır yardım edərmi ola? Yar dediyin dəmir qala, ya alınar, ya alınmaz. Bu Urfan şairimizin bağrından, canından qopan bu gəraylı dünənmi deyilib, yoxsa neçə min illər qabaq? Heç deməzsən ki, 17-ci yüzillikdə söylənib. Ay kişi, bir şey adama təəccüb gəlir. Görəsən bu yeri göyü tərpədən belə sözlərimizi görməyib, hətərəm-pətərəm yazanlar, oxuyanlar nə fikirləşir? Bu yaradansızlar hara baxır görəsən? Səydə xanım, bu da bir yaralı yerimizdir. Yaxşı dedin. Nə olar? Qoy bir ibrət eləsinlər. İstəylilər, vaxt bu dəfə də öz işin gördü. Aram-aram gəlib çatdı öz məqamına. Təki vaxtınız xoşluqlarla, xeyirliklərlə başa çatsın. Vaxt söyündürsün hər birinizi. Beləcə ayrılırıq bu dəfə də cəmi 7 günlüyə. Təki sağlıq salamatlıq olsun. Hər birinizi o bir gözə görünməzə ismarlayırıq. O ki qaldı bulağın bu dəfəki yığnağının söz soğun, yer bəyər eləyib, ipə sapa düzən, əriş arğacın tutan, bəmin bəm, zilin zil eləyən, o da Tahir Talıblıdır. Bərbəzəyin vuran, cana qana gətirən Gülşan xanımı Səmədlidir. Sözün tozunu alıb oxuyanlarsa biz idik. Səydə xanım Fərhad, bir də Səməd bəy Yusif Canlı. Hər birinizi o bir gözə görünməzə ismarlayırıq. Sağ olun, sağlıqla qalın.